Selamlar, hər vaxtınız xeyir olsun. Hər halda İslamabaddakı Amerika və İran müzakirələri hardasa bir gün davam etdikdən sonra nəticəsiz qaldı. J.D. Vance dedi ki, bir nəticəyə çatmamışıq və ona görə də tələblərimizi qarşı tərəfə çatdırıb və Amerikaya qaldırıq. Fars xəbər ajansı ki, İranda bu inqilab keşikçilərinə aid bir xəbər ajansıdır. Yazdı ki, İranın artıq müzakirələrə qayıtmaq üçün bir niyyəti yoxdur və Trump da yazdı ki, sosial media şəbəkələrində biz Hörmüz boğazını özümüz açmağı qəsd eləyirik, nəzərimizdə var və bəzi analistlər və bəzi qaynaqlarda belə yazırlar ki, Amerika İranı dəniz mühasirəsinə almağı planlayır. Belə görünür ki, müharibə yeni bir artış və yüksəlmə mərhələsinə çatır. Bu bəlkə keçən 6 həftə kimin tam şiddətli bir müharibə şəklində olmaya bilər. Yəni elə görünür ki, Amerika o şiddətli bir müharibəyə qayıtmağı çox istəmir. Amma daha düşük şiddətli, daha az şiddətli bir müharibə, dəniz müharibəsi, zaman-zaman çatışmalar, nöqtə vuruşları, ekonomik baskı, belə bir sürət önümüzdə görsənir ki, yaşanmaq ehtimalı çox yüksəkdir.